Bir Göyçaylı olarak sizlə insanların uğruna digər rayonlardan və Bakıdan Göyçaya gəldiyi, anamın illərin təcrübəsi ilə zənginləşdirdiyi nar şərabı reseptini bölüşürəm. İstənilən növ quru ət yeməyi və qızartmaların yanıcısı olan nar şərabı ən gözəl noyabrda dərilən narlı olur. Bu resept marketlərdə satılan və ya paylaşılan digər reseptlərdən tamamilə fərqlidir. Gəlin baxaq Göyçay üsulundan nar şərabı necə hazırlanır. Biz 6 kilo yarım nar dənəsini geniş qaba əlavə edib üstünə yarım litr soyuq su əlavə etdik ki, dibi yapışmasın. Gür odda qoyub nar yumşalıb suyunu salana kimi ara bir qarışdıraraq bişirdik. Daha sonra narı 3 hissə olmaqla aşısını töküb kəfkirin arxası ilə əzib suyunu çıxartdıq. Blenderlə əzmək əvəzinə bu üsuldan istifadə edəndə şərabda acılıq da olmur. Süzülmüş nar şirəsini güroda qoyub qaynatdıq. Gürod rənginin qaralmasının qarşısını alacaq. Videoda da göründüyü kimi narın lətli hissəsi də aşisəndən keçdiyi üçün daha dənəli tərkib alınacaq. Təxminən 40 dəqiqə qaynayandan sonra bir dolu yemək qaşığı duz əlavə edib 10 dəqiqədə qaynatdıq və qazdan götürdük. 1 saat soyumağa buraxandan sonra bankalara doldurduq. Duzun miqdarı hazırladığımız narın turşuluğuna görə dəyişir. Bizim hazırladığımız nar şirin olduğu üçün şəkər tozu da əlavə etmədik. Amma siz ehtiyac görsəz dadına baxıb zövqə görə əlavə edə bilərsiniz.